Hər vaxtınız xeyir. Bu gün artıq seriyamızın 9-cu dərsi ilə davam edirik. Bu gün datalarda daha çox statistikalara, müəyyən parametrlərə uyğun olaraq axtarışlara və axtarışların cəmlərindən danışacağıq. Yəni countifs, sumif və sumifs düsturlarından. Onlarımıza başlayaq. Baxırıq ki, baxın, tarix sütunumuz var, yəni satışlar hansı aylarda gedib, kateqoriyalarımız var. Yəni elektronik kateqoriyamız və ya digər kateqoriyalar, eyni formada məhsullar var. Amma elektronik kateqoriyasında misal üçün notebook var, elektronikada telefon var. Yəni bir kateqoriyada fərqli məhsullar da var və hər birinin miqdarı və hər birinin qiyməti verilib. İndi bu gün bizim istifadə edəcəyimiz 4 düstur. Yəni countifimiz, countifsimiz, eyni formada sumifimiz və sumifsimiz. Biz hələ ki bu 4 düsturun sadə versiyalarından danışacağıq. İndi bu 4 formula başlayaq. Birinci danışacağımız formul bizim countifdir. Yaxşı, bəs countif nədir? Count formulunu biz keçdiyimizdə danışdığımızda deyildi ki, count saymaq üçün istifadə olunur. Yəni ədədləri və sadəcə rəqəmləri sayır. Yanına if gəllikdə artıq şərtə görə sayır. Amma artıq count ədədləri və rəqəmlər deyil, artıq hər şey sayılır. Və if ilə birlikdə işlənir. Yəni countif şərtə görə dəyəri saymaq deməkdir. İndi bunu bu formada danışıqda biraz qarışdırıcı olur. Gəlin bunu praktikada daha yaxşı başa düşək. Misal üçün belə bir cədvəlimiz var. Hətta biraz yaxınlaşdırım. Və cədvəldə bizə deyilir ki, yanvar ayında olan satışların bizə sayı lazımdır. Baxın, yanvar ayı burada olub, burada olub, burada olub və bunları bir-bir saymaq bizim üçün həddinə artıq vaxt alır. Biz indi bunu daha rahat formada sayacağıq. İlk əvvəl bərabərlik yazıb düsturumuzu yazırıq. Düsturumuzu tab və ya üzərində 2 dəfə sol düymə vuraraq təsdiqləyirik. Baxın, düsturumuzun açıqlaması aşağı hissədə verilir. 2 hissə verir, range və kriteriya. Range bu gələcəkdə bizə çox lazım olacaq, aralıq deməkdir. Yəni seçəcəyimiz hissə bu hissədə axtar mənasına verir. Kriteriya isə bizim nəyi axtardığımız mənasına gəlir. Yəni seçdiyim range hissəsində bu kriteriyanı axtar mənasına tərcümə olunur düsturumuz. Deyək ki, mən gəlirəm, baxın, range üçün B sütununu seçirəm. Ümumi B sütununu seçdim və ya mart ayından başlayaraq Ctrl-Shift aşağı ox işarəsi ilə hamısını seçə bilərəm. Amma daha rahat olsun deyə gəlib B sütununu seçirəm. B sütununu seçdim. Baxın, range'dən sonra burada nöqtə vergül istəyir məndən. Bəzi formatı fərqli olan kompüterlər üçün burada sadəcə vergül ola bilər. Ora diqqət edin. Və mən nöqtə vergülünü yazıram. Artıq məndə baxın kriteriya mövzusuna keçid etdi. Mənə deyir ki, kriteriyanı nədir? Biz nəyi axtarırıq? Biz hələ ki bu düsturların sadə formatı keçiririk. Ən çox istifadə olunan üsul deyəcəyik. Kriteriyamız deyirəm ki, mənə yanvar ayı lazımdır. Və enter vurduqda avtomatik olaraq mənə göstərir ki, bu sütunda 10 ədəd yanvar. Hətta gəlib indi düz olub olmağını yoxlayaq. Sütunumu seçirəm, F-lə yanvar sözünü axtarır. Baxın, 10 ədəd tapdığını göstərdi. Deməli, həqiqətən də 10 ədəd imiş. İndi bu düsturumu kənara qoyuram. Və artıq gəlib countifs düsturundan danışaq. Yaxşı, bəs countifs nədir? Baxın, countifdə biz gördük ki, saymaq, if, yəni şərtə görə axtarmaq, yəni şərtə görə saymaq. Artıq yanına s gəlirsə, deməli bu cəm mənasındadır. O zaman belə çıxır ki, şərtlərə görə saymaq mənasına gəlir. Yaxşı, bu nə deməkdir? Misal üçün bizə belə bir sual verilir ki, mart ayında olan bütün elektronikaların sayı lazımdır bizə. Yəni mart ayında satılan bütün elektronikalar. Baxın, 2 şərtimiz var. Mart ayı, bir də elektronikalar. O zaman nə edirik? Bərabər də yazırıq. Count if düsturumuza gəldik. Düsturumuzu tabla və ya üzərinə 2 dəfə toxunaraq təsdiqlədik. Baxın, eyni məntiqlə işləyir. Sadəcə count if'in içində daha çoxlu count if'lər. Yəni necə? Gəlirik, baxın, yenə aralığı seçirəm. Deyirəm, burada axtaracaq. Gəlib daşı istədiyim hissədən ayı seçirəm. Misal üçün mənə mart ayı lazımdır. Ardınca bayaq count if'də enter'e vurdum. Amma bu if'si deyə, count if'si deyə burada artıq bir daha nöqtə vergül qoyuram və artıq ikinci range'imə keçirəm. Yəni indi digər sütunda deyirəm ki, mənə tapsın nəyi? Elektronika. İstədiyim yerdən elektronikanı seçirəm və enter toxunuram. Və tapır ki, mənə mart ayında satılan elektronikaların sayı 8 ədəd. Biraz baş qarışdırıcı ola bilər, amma praktika ilə təmiz yadınızda qalacaq. İndi baxın, sual verirəm və sualları birlikdə işləyək. Deyirik ki, bizə sadəcə elektronikaların sayı lazımdır. O zaman count if. Gəlirəm, count if yazıram. Bu sırada elektronikanı axtar. Baxın, bu aralıqda C sütununda C5
Bu kriteriyanı axtarıram yəni. Enter vurdum və tapır ki 16 dənə elektronika var. İndi deyirəm ki mənə yanvarda olan elektronikalar lazımdır. Count if-ə gəlirəm çünki 2 kriteriya dedim. Həm yanvar dedim, həm də elektronika dedim. Tab vurdum, təsdiqlədim. Misal üçün burada artıq əvvəldən sonradan başlama məsələsi yoxdur. Yəni hardan istəsək başlaya bilərik. Deyirəm ki, bu aralıqda mənim üçün axtar elektronikanı. Artıca bu aralıqda mənim üçün axtar yanvar ayı. Və deməli yanvar ayında satılan elektronikaların sayı 4 olub. İndi deməli count if-imiz bir şərtə görə axtarış edir. Count if-imiz çoxlu şərtə görə axtarış edir. Yəni axtarış edib sayır. İndi danışalım sum if düsturumuzdan. Bəs sum if düsturumuz nədir? Baxın, normalda biz sum'ı nə üçün istifadə edirik? Misal üçün deyək ki, biz sadəcə sum'ı istifadə edirik, hər şeyin cəmini tapmaq istədik. Misal üçün bu üstümü silmək lazımdır. Sum'ı belə istifadə edirik. Bərabər yazıb sum yazıram, tab vurdum, təsdiqlədim. Bu sütunu seçdik də, baxın, enter. 3728, yəni burada olan bütün hamısının qiymətləri cəmi 3728-dir. Amma indi bizə belə bir sual verir. Bizə sadəcə elektronikaların qiymətləri cəmi lazımdır. Yəni gəlsin, bax, bu elektronika üçün bunu toplasın, üzərinə bunu toplasın, üzərinə bunu toplasın. O zaman nə edirik? Şərtə görə cəmlə düsturundan istifadə edirik, yəni sum if. Düstur necə işləyir? Bərabər yazıb sum if yazıram, tab vurdum və təsdiqlədim. Baxın, artıq burada 3 hissəmiz var. Yəni düsturun 3 açıqlayıcı hissəsi var. Range, kriteriya, sum range. Desəz ki, burada niyə sum range-də belə dörtgən parantezlərinə verib, mötərizələrinə verib? Bunu artıq gələcəkdə deyəcəm, bu daha çox vacib deyil şərtidir. Düsturumuzun necə işlədiyindən başlayaq. Bir növ bu da count if kimi işləyir, amma biraz daha az daha fərqlənir. Baxın, range deyirik, yəni hansı aralıqda nəyi axtarıram, nəyi cəmləyəcəm. Deməli, biz nəyi axtarırıq? Elektronikanı. Elektronika hansı aralıqda yerləşir? Bizim üçün yerləşir o C sütununda. Nöqtə virgül qoydum, artıq kriteriyama keçdim. Kriteriyamız nədir? Elektronika. Nöqtə virgül qoydum və sum range-imi keçdim. Sum range-im nədir? Qiymətlər. Yəni toplanacaq aralıq. Aralıqda seçirəm və enter vursam tapıram ki 1579 manatlıq elektronika satılır. Bir daha misal üçün deyirik ki, satılan bütün notebookların cəminin, yəni qiymətləri cəmini istəyirik. O zaman nə edirik? Sum if, tab vururam. Dedik nə? Range. Nəyi axtarırıq? Notebooklar. Notebooklar harda yerləşir? D sütununda. Nöqtə virgül. Nəyi axtarırıq? Kriteriya notebook. Nöqtə virgül. Sum range-imiz aradı qiymət. Enter vursam və tapıram ki 616. Deməli, buradakı bütün notebookların qiymətləri cəmi 616 manat edir. Sum if də bu formada. Çətin bir düstur deyil o qədərdir. Artıq bunu da başa düşmüş kimi qeyd edirəm və bunu yerləşdirirəm. Və bugün sonuncu düsturumuz sum if. Sum if nədir? Sum if-in cəm forması. Yəni sum toplamaq, if şərtə görə toplamaq, s şərtlərə görə toplamaq. Yəni daha çox şərt var artıq. Bu düstur biraz digər üçündən fərqlənir. Bunu burada ən axıra qoymuşam. Bərabərdir. Sum if yazıram, tab vurdum. Baxın, açıqlama hissəsinə baxanda elə görürük ki, birinci sum range gəlir. Daha sonra range, daha sonra kriteriya gəlir. Yəni yerləri biraz dəyişdi. Misal üçün bizə deyirlər ki, yanvar ayında olan bütün yanvar ayında olan bütün aksesuarların qiymətləri cəmi lazımdır bizə. Yanvar ayında satışda olan bütün aksesuarların qiymətləri cəmi lazımdır bizə. Baxıram, sum range-imiz haradır? Qiymətlər aralığımız. Nöqtə virgül qoydum. Range-imiz indi ikisindən biri hansını seçirəmsə ondan başlayıram. Deyək ki, birinci aksesuar sözündən başlayıram. Bu aralıqda baxın kriteriya birimiz. Nəyimizdir kriteriya birimiz? Bizim aksesuarımız. Aksesuar nöqtə virgül. Artıca ikinci range'imiz. İkinci range'imiz haradır? Bura. İkinci kriteriyamız nədir? Eyni formada bizim üçün yanvar ayı. Enter vururam və yanvar ayında satılan aksesuarların qiyməti 328 manatdır. Digər bir sual veririk. Baxın burada elektronikanın tərkibində həm notebook var, elektronikanın tərkibində həm telefon var. İndi biz axtarırıq sadəcə elektronikanın tərkibində olan telefonların qiymətləri. Baxın, iki şərtimiz var. Elektronika kateqoriyası, bir də məhsul kateqoriyasından telefon. Bərabər yazıram. Sum if tab vurdum. Dedik sum if-dən birinci nədir? Sum range, yəni toplanacaq hissə. Nöqtə virgül. Birinci range'imiz nədir? Hansını istəsək başlaya bilərik. Seçdim. Nöqtə virgül. Nə axtarıram? Elektronika. İstədiyimi seçə bilərəm. Aşağılardan seçirəm. Nöqtə virgül. İkinci range'imiz nədir? Bizim D sütunumuz. Bunu seçirəm çünki telefonumuz bu sütunda yerləşir. Seçdim telefonu. Nöqtə virgül. Və telefonun özündə seçirəm. Artıq enter vursam və tapıram ki 781. Deməli, elektronika kateqoriyasındakı telefonların cəmi 781-dir.
Samif düsturumuz da bu formadadır. Əlbəttə ki, o qədər də çətin düsturlar deyil. Praktika ilə hamısını yadda qalan vəziyyətə sala bilərsiniz. Ayrılıqda işləyəndə o qədər də çox lazım olmasalar da, gələcəkdə bizim üçün düsturların birləşmiş olmasını, yəni 2-3 düstur birləşdirərək edəcəyimiz hesablama və ya analizlər məsələlərində bizə çox lazım olacaq. Bu seriyamızda bu qədər.